Donuz ətinin haram olması və ümumiyyətlə Allahın digər qadağalarına dünyəvi elmlə cavab axtarmaq nə qədər düzgündür? Birincisi, mömin Allahdan və onun elçisindən bir şey eşidəndə təslim olur. Soruşmur, niyə eləməliyəm? Və lakin o demək deyil ki, hikmətini axtara bilmərik. Biz əminik ki, Allah subhanahu wa ta'ala nəyi əmr edib, o şeydə biz üçün xeyir var. Allah Taala bizə əmr edib qohumluq əlaqələri saxlamaq, valideynlərlə yaxşı davranmaq, insanları aldatmamaq, burada xeyir var, şək yoxdur. Çünki Allah subhanahu wa ta'ala Muhammedı vəsf edərək Qurani-Kərimdə deyir ki, yuhillu lahumut-tayyibat və yuharrimu aleyhimul-xabaith. Yaxşı şeyləri onlara icazə edir və pis şeyləri qadağan edir. Və əksər qadağanları və əmrləri başa düşmək olur. Məsələn, içki niyə görə qadağandır? Bilirik. Çünki insana ziyan gətirir, sağlamlığına ziyan vurur, cəmiyyətə təhlükə yaradır, insan içəndən sonra ağlını itirir, cinayət eləyir, pis əməllər edir. Nəyə görə oğurlamaq olmaz? Aydındır, fəsaddır. Bir çox əmrlər və qadağanlar başa düşmək olur. Lakin ilk növbədə biz deməliyik ki, Allah bunu əmr eləyib. Bu artıq ən böyük hikmətdir. Allah Subhanahu bütün əmrləri və bütün qadağanlar hikmət üzərində qurulur. Allah Teala öz əmrlərini vəsf edərək deyir ki, hikmətun bəliğə, yəni hədsiz hikmət sahibidir. Və eyni zamanda bəzi hikmətləri görsədib, başa salıb, necə məsələn içkidə və s. Ona Peyğəmbər sallallahu əleyhi və səlləm hədisinin birində deyir ki, adamın ağlı nə aparırsa, hamısı qadağandır. Biz artıq bilirik içki nəyə görə qadağan olunur. Çünki ağlı aparır. Bugün onu narkotiklə müqayisə edirik, ona görə deyirik narkotik qadağandır. O da ağlı aparır. Və bəzi əmrlər var ki, biz onların hikmətlərini başa düşə bilmirik. Tutaq ki, donuz əti. Kimsə deyə bilər ki, mən elmi kəşf etmişəm, axtarmışam, görürəm ki, ziyan deyil və yaxud da məsələn toyuq kimi ziyan vurur və yaxud da filan ət kimidir. Nəyə görə qadağan olunur? Biz deyirik ki, bizim üçün vacibdir onu tərk etmək. Bizim üçün ən böyük hikmət Allaha tabe olmaqdır. Elm isə bugün bir şey deyil, sabah başqa bir şey deyəcək. Və ola bilər ki, Allah nəsə bizə əmr eləyir və nəyisə qadağan eləyir bizi sınağa çəkmək üçün. O da ola bilər. Biz Allahın əmrlərini yerinə yetiririk mi? Qadağanlardan çəkinirik mi? Məsələn, misal üçün İsrail övladlarının bəzilərinə Allah Taala şənbə günü qadağan eləmişdi. Dənizdən balıq tutmaq. Niyə görə eləmişdi onu? İmtahan idi. Ona görə balıqlar məhz şənbə günü gəlirdi sahilə. Yəni sınaq idi onlar üçün. O deməkdir ki, orada məsələn ziyan idi balıqları o gün yemək. Sınaq idi. Ona görə biz bilmirik. Sınaq da ola bilər. Sağlamlığımız üçün xeyir ola bilər və yaxud da ziyan ola bilər. Ona görə Allah ya qadağan edir, ya da icazə verir. Bizdən tələb olunan nədir? Təslim olmaqdır. Və bəzi əmrləri biz də onu başa düşməliyik ki, bəzi əmrlərini dərk etmək olmayacaq. Heç vaxt. Məsələn, zöhr namazı nəyə görə 4 rükətdir? Sübh namazı nəyə görə 2 rükətdir? Ona deyirlər hikmətun təabbudiyyə, yəni onun hikməti ibadət hikmətidir. Allah onu əmr edib, qadağan edib, bu artıq hikmətdir. Yəni biz tabe olmalıyıq Allaha hər bir əmrdə və qadağanda. Lakin hikmət axtarmaq problem deyil. Hikmət axtaranda, orada hikmətini tapanda və yaxud da artıq bir hikməti tapanda heç bir problem deyil. Əksinə, möminin imanı artır. Lakin nə olmaz eləmək? Mən axtaracağım, baxacağım. Məsələn, kişilərə qızıl niyə görə qadağandır? Baxın, kimsə deyir ki, qızıl kişilərə ziyandır. Məsələn, mən buna görə onu taxmıram. Kimsə deyir ki, o ziyan deyil. Mən artıq taxacağım, belə düzgün deyil yanaşmaq. Hikməti axtaracağım, olmasa etməyəcəm, belə yanaşmaq müsəlmana yaraşmaz. Müsəlman təslim olmalıdır Allaha.